Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı və pensiyaların hesablanması və köçürülməsindəki qayda dəyişiklikləri ilə bağlı sizlərə məlumat verəcəyik. Bəli hörmətli izləyicilər, pensiyalar artırılacaq. Hansı pensiyalarda müavinətlərdə artım olacaq və nə qədər artım olacaq? Pensiyalarda hansı qayda dəyişiklikləri olacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, Azərbaycanda iyul ayının 1-dən etibarən bir sıra sosial müavinət, təqaüd və pensiyalarda artımlar olacağı qeyd olunub. Artımlardan əlavə bəzi pensiyalarda hesablanma qaydası dəyişəcək hörmətli izləyicilər. Əmək pensiyaları və sosial pensiyaların bəzilərində qaydalar dəyişəcək. Eyni zamanda pensiyaların köçürülməsi ilə bağlı tarixlər də dəyişəcək. Bununla bağlı artıq rəsmi qərar verilib. Qeyd edim ki, Azərbaycanda iyulun 1-dən etibarən yaşa görə verilən sosial müavinətin, minimum əmək pensiyasının, Azərbaycanda minimum əmək haqlarının və 80 manat veteran pulunun artırılması ilə bağlı məlumatları var. Və qeyd edim ki, bununla bağlı daha əvvəl də video paylaşmışdıq sizlərlə. 220 manat sosial pensiyanın, yəni sosial müavinətin 30 manat miqdarında artırılaraq 250 manata çatdırılması gözlənilir iyulun 1-dən. Eyni zamanda Azərbaycanda minimum əmək haqqının 400 manatdan 450 manata çatdırılması nəzərdə tutulur və 50 manat miqdarında artım gözlənilir əmək haqlarında. Buna əlavə Azərbaycanda minimum əmək pensiyası hazırda 320 manat təşkil edir. Bu pensiyada 30 manat miqdarında artırılacaq və 350 manata çatdırılacaq. Hörmətli izləyicilər, pensiyaların köçürülmə tarixi də dəyişəcək. Azərbaycanda əmək pensiyaları bilirsiniz ki, hər ayın əvvəli verilir. Sosial müavinətlər, təqaüdlər və digər müavinətlər hər ayın sonu vətəndaşların bank hesablarına köçürülür. Əmək pensiyaları isə Bakı, Sumqayıt şəhərləri üzrə ayın əvvəli hər ayın 9-dan 12-sinə qədər köçürülür. Rayonlarda isə əmək pensiyaları qeyd etdiyimiz tarixdən bir həftə 10 gün müddətində daha sonra köçürülür və bu da rayonlarda yaşayan vətəndaşların büdcə planlamasına təsir edir və onlar öz ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Buna səbəb isə qeyd etdiyimiz kimi əmək pensiyalarını Bakı, Sumqayıt şəhərləri ilə eyni vaxtda deyil, bir həftə sonra almalarıdır ki, onlar ehtiyaclarını ödəməkdə ciddi çətinlik çəkirlər. Yeni qərarla pensiyalar artıq ayın əvvəli Bakı, Sumqayıt şəhərləri ilə bir yerdə rayonlar üçün də eyni tarixdə köçürüləcək. Məsələn, bu ayın pensiyaları aprel ayının 14-ü köçürülübsə, rayonlar üzrə də aprel ayının 14-ü köçürülməlidir və ya növbəti ayın 11-i 12-si əmək pensiyaları köçürüləcəksə, bütün bölgələr üzrə pensiyalar eyni vaxtda, eyni tarixdə köçürüləcək. Sosial müavinətlər və təqaüdlər üçün isə dəyişən bir proses yoxdur. Sosial müavinətlər, təqaüdlər hər ayın sonu köçürülür və ümumi dövlət sosial yardımı da hər ayın sonu 24-i, 25-i köçürülür hörmətli izləyicilər. Bunda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik sadəcə əmək pensiyaları üçündür. Bu haqda sizlərə daha ətraflı növbəti videoda məlumat verəcəyik. Pensiyalara bağlı bir sıra qaydalar da dəyişəcək. Bununla bağlı sizlərə ətraflı şəkildə növbəti videoda məlumat veriləcək. Videomuz yekunlaşır hörmətli izləyicilər. Bu videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə.